Bismillah. Bürclərin fərdi xüsusiyyətləri kim necədir? Bürclərin hər birinin özünə məxsus xarakteri və fərdi xüsusiyyətləri var. Qısa və aydın şəkildə belə təsvir olunur. Qoç, cəsarətli, lider ruhlu, enerjili, tez qərar verir, riskdən qorxmur, bəzən səbirsiz olur. Buğa, səbirli, sabit, maddi rahatlığı sevən, etibarlı və sədaqətlidir. Amma bəzən çox inadkar olur. Əkizlər, ünsiyyətçil, ağıllı, maraqlı, tez uyğunlaşır, amma fikri tez-tez dəyişə bilər. Xərçəng, həssas, ailəcanlı, qoruyucu, sevdiklərinə çox bağlıdır, amma tez incinə bilər. Şir, qürurlu, səxavətli, diqqət mərkəzində olmağı sevir, liderlik qabiliyyəti güclüdür. Qız, analitik, səliqəli, məsuliyyətli, detallara diqqət edir, bəzən həddindən artıq tənqidçi ola bilər. Tərəzi, ədalətli, diplomatik, gözəlliyi sevən, harmoniya istəyir, amma qərar verməkdə tərəddüd edə bilər. Əqrəb, güclü, iradəli, sirli, intuitiv, duyğuları dərin olur, çox sədaqətlidir. Ox atan, azad ruhlu, optimist, səyahəti və macəranı sevir, açıq sözlüdür. Oğlaq, ciddi, çalışqan, məqsəd yönlü, səbir və planla böyük uğurlar qazanır. Dolça, orijinal, azad düşüncəli, yenilikçi, qeyri-adi ideyaları olur. Balıqlar, xəyalpərəst, mərhəmətli, intuitiv, yaradıcılığı güclüdür və başqalarının hisslərini yaxşı anlayır.